Salamlayıram hər birinizi yeni mövzu izahatından. Bugün sizinlə biz birlikdə 2-ci Dünya Müharibəsi ərəfəsində Avropa ölkələrindən Böyük Britaniyanın vəziyyəti barədə danışacağıq. 1-ci Dünya Müharibəsi başa çatır. 1-ci Dünya Müharibəsindən Böyük Britaniya böyük ziyanla, iqtisadi ziyanla çıxır. Belə ki, müharibənin əvvəlində o borc verən ölkə ikən artıq borc alan bir ölkəyə çevrilmiş. Müharibədən əvvəl daha çox ixracatla məşğul olan bu ölkə artıq idxalata keçmiş, xaricdən asılılığı daha da güclənmişdi. Və İngiltərə sənaye məhsullarını satmaqdan ötəri olan bir sıra satış bazarlarını da itirmişdi. Müharibədən sonra əhalinin sosial vəziyyətdə kəskin şəkildə aşağı düşmüş, varlı kasıb təbəqələr formalaşmağa başlanmış, əhali arasında təbəqələşmə həddindən artıq güclənmiş kasıb əhalinin, işçilərin sayı xüsusi şəkildə artmış. Bununla yanaşı iri sənaye müəssisələri yaranmağa başlamışdı. İqtisadiyyatda təmərküzləşmə prosesi nəticəsində xırda və orta sənaye müəssisələri ləğv olunmuş, yerinə isə əvəzində iri inhisar birlikləri ortaya çıxmağa başlamış və bu da hökumətə qarşı narazılıqların daha da çoxalmasına gətirib çıxartmışdı. İngiltərə tarixində bu dövrdə biz hökumətlərdən danışacağıq. Başlayaq birinci hökumətimizdən 1918-22-ci ildə hakimiyyətdə olan Lord George'un Liberallar Partiyasının siyasətindən danışaq. İngiltərə tarixində biz 19-cu yüzillikdə danışanda vurğulamışdıq ki, iki əsas partiyamız var idi 20-ci yüzilliyin əvvəllərinə qədər, liberallar və bir də mühafizəkarlar. Liberalların başçısı Lord George. Görək Lord George neynədi? Liberal hökuməti 18-22-ci illərdə hakimiyyətdə olduğu dövrdə. Onların qarşısında iki məsələ dayanırdı. 1. Müstəmləkələrlə münasibət. 2. Türk torpaqlarına sahib olmaq. İkinci məsələni ümumiyyətlə həll edə bilmirlər. Türkiyə mövzusunda danışdığımız kimi Lozanla müqaviləsi ilə birlikdə Türkiyə öz müstəqilliyini Avropa ölkələri tərəfindən tanınmasına nail olmuş və ingilislərin Türk torpaqlarına sahib olmaq planı puça çıxmışdı. Beləliklə, Liberallar Partiyasının bir məqsədi aradan getdi. Mustafa Kemal buna imkan vermədi. İkinci bir tərəfdən müstəmləkələrlə olan münasibətdə Lord George imperiya siyasətindən imtina etmək istəyir və lakin onun bu layihəsi Mühafizəkarlar Partiyası tərəfindən dəstəklənmir. Mühafizəkar sözündə göründüyü kimi də bunlar nədir? Mühafizəkarlar keçmişi dəstəkləyirlər. Liberallar isə daha belə deyək də yenilikçi, azad düşüncəli insanlardır. Lord George fikirləşir ki, imperiya siyasətinə imtina eləməklə birlikdə bəlkə müstəmləkələrdə hakimiyyətimizi daha da gücləndirə bilərik, möhkəmlənə bilərik. Onlara biraz azadlıqlar versək, bəlkə İngiltərə böhrandan çıxa bilər. Lakin mühafizəkarlar bunun İngiltərənin beynəlxalq nüfuzuna, hörmətinə böyük ziyan vura biləcəyini irəli sürürlər və buna görə də bunun ləğv olunmasını tələb edirlər və Liberallar Partiyası da qətiyyətli olmur bu məsələdə və ona görə müstəmləkə siyasətində belə yumuşalmaya gedilmir. Beləliklə, Lord George'un Liberallar hökuməti 18-22-ci illərdə hakimiyyətdə oldu. Nə müstəmləkələr münasibətini, nə də ki, Türk torpaqlarına sahib olmaq məsələsini həll edə bilmədi. Ardı ilə cəmi 2 il hakimiyyətdə olan Mühafizəkarlar Partiyası gəlir hakimiyyətə 1922-1924. Mühafizəkarlar deyirlər ki, biz sosial islahatlar proqramı həyata keçirəcəyik, işsizliyi azaldacaq falan filan, ancaq verdikləri heç bir vədi yerinə yetirmirlər. Mühafizəkarların heç bir verdikləri vədi yerinə yetirə bilməməsi ilə birlikdə onların da belə deyək ki, hökuməti dağılır. O hökumət getsin, hakimiyyətə yeni bir hökumət gətirək. 1924-cü ildə sadəcə heç bir ildə mövcud ola bilməyən birinci Leyborist hökuməti. Leyboristlər bu dövrdə yeni çıxan bir partiyadır. Leyboristlər işçi partiyasıdır. Və belə deyək də, sosialistlər bunlar. Kommunist yox, sosialist. Bu Leyboristlər nə deyirlər? Leyboristlərin rəhbərini deyək Ramsay MacDonald. Ramsay MacDonald'ın fikri nə idi? Bu vurğulayırdı ki, ümumiyyətlə biz də mühafizəkarlar kimi sosial islahatlar filan həyata keçirəcəyik. Bir sıra vədlər vermişdilər ki, işsizliyi filan azaldacaq falan filan. Lakin onlar da sosial sahədə verdikləri heç bir vədi yerinə yetirə bilmirlər və ona görə də 1924-də istifaya gedirlər. Deməli, mühafizəkarların 1922-1924 və bir də bu birinci Leyboristlərin 1924-cü ildə qurduğu hökumət hər ikisini vəd edirdi əhaliyə sosial islahatlar, işsizliyin azaldılması falan. Yerinə yetirə bildilərmi? Xeyr. İkisi də yerinə yetirə bilmədi. Davam 1924-29 yenidən hakimiyyətə mühafizəkarlar gəlir. Mühafizəkarların indi bu ikinci dəfə hakimiyyətə gəlməsi biraz da ağırlanıblar. Görək nə kimi işlər görəcəklər. Birincisi, mühafizəkarlar gəlir vergisini azaldırlar.
Gəlir vergisi bilirsiniz nədir? Sən pul əldə edirsən, maaş alsan məsəl üçün, maaş aldığına görə dövlət səndən pul tutur müəyyən qədər ki, sən gəlir əldə edirsən axı. Müasir dövrdə də bu vergi var. O dövrdə lakin mühafizəkarlar hökuməti həmin bu gəlir vergisinin bir xeyli azaldır. Biraz ixtisar edir. Bu vəziyyəti biraz normallaşdırır. Hətta bu ikinci dəfə mühafizəkarların bu hakimiyyətdə olduğu illər ərzində İngiltərənin 1-ci Dünya müharibəsindən əvvəlki iqtisadiyyatı bərpa olunur. Hətta sosial təminat proqramı ilə çıxış edir mühafizəkarlar. Sosial təminat proqramı nə idi? ABŞ mövzusunda keçəndə vurğuladığı Franklin Roosevelt yeni xəttə görə nə edirdi? Sosial müavinətlər filan paylayırdı. Bax, Mühafizəkarlar Partiyası sosial təminat haqqında qanundan eyni şey eləyir. Müavinətlər verməyə başlayır, sosial müavinətlər verir, pensiya yaşını aşağı salır və beləliklə bu vəziyyəti, əhalinin sosial vəziyyətini biraz yüngülləşdirir, əhalinin vəziyyətini yaxşılaşdırır. Lakin mühafizəkarlar heç xalq nəfəsini təzəcə bir dənə vermişdi ki, bir dənə islahat həyata keçirirlər. İslahatın adı sərt büdcə siyasəti. Sərt büdcə siyasətinə keçilməsi ilə birlikdə həmin bu nə kimi yeniliklər eləmişləri, gəlir vergisini azaltmaq, müavinətlər, pensiya yaşını endirmək, bu kimi şeylərin hamısını özləri silib süpürüb apardılar. Sərt büdcə siyasəti nədir? Yəni ölkə başlayır öz pulunu sıxmağa, əlavə pul ötürməməyə, sənin müavinətini kəsir, gəlir vergisini azaltmışdı və yaxud indi yenə başına buraxdı, gəlir vergisi yenə artdı. Yəni gördüyü bütün işlərin üzərindən mühafizəkarlar bir növ sərt büdcə siyasətinə keçməklə nə etdilər? Xətt çəkdilər. Davam. Elə buna görə də 1926-da bunların hakimiyyət dövründə İngiltərə tarixində ilk ümumi tətil başladı. İlk ümumi tətil kömür istehsalı rayonlarında, kömür sahəsindən fəhlələr tərəfindən olunmuşdu və İngiltərə hökuməti, bu mühafizəkarlar 1927-də bir qərar qəbul edirlər. Həmin bu böyük tətilin qarşısını almaqdan, ümumi tətilin qarşısını almaqdan ötəri bir qanun çıxarırlar. Deyirlər ki, 1927-ci il qanunu, vurduq yaddaşa, söhbət nədən gedir? Hökumətə qarşı hər hansısa bir təsir edəcək tətil etmək qadağan olunur. Sən artıq hökumətə yəni təsir edə bilirsə, sən qaldırdığın tətil bu qadağandır. Sən həbs oluna bilərsən. Beləliklə bunun vasitəsilə ölkədəki tətilləri, belə nümayişləri İngiltərə hökuməti nə edir? Boğmağa başlayır, qadağalar qoymağa başlayır. Mühafizəkarlar hökumət dövrünün xarici siyasətindən danışası olsaq, İngiltərə xarici siyasətdə beynəlxalq nüfuzunu bərpa eləyir bu dövrdə və hətta ABŞ-la özünü paralel şəkildə yarışdıra bilir. Dünya maliyyə liderliyi ABŞ-la İngiltərə arasında bölünür. 1929-cu il seçkilərdə bu səfər lakin mühafizəkarlar məğlub olacaqlar. Səbəb isə həmin onların yeritdiyi bax bu uğursuz daxili siyasət, sərt büdcə siyasətinə keçmələri və 27-ci ildə qəbul elədikləri hökumətə təsir edən tətillərin qadağan olunması haqqında qanun olur və bu onların öz topuqlarına sıxması olur. Mühafizəkarlar 1929-da seçkilərdə məğlub olurlar. Ümumilikdə 20-ci illərdə İngiltərənin iqtisadiyyatı sürətlə inkişaf edib 1-ci Dünya müharibəsindən əvvəlki vəziyyətini bərpa edə bilir. Bunun əsas səbəbi olaraq bir, dənizlərdə üstünlüyün İngiltərə tərəfində olması, ikinci olaraq beynəlxalq bank əməliyyatlarının bunlar üçün, ingilislər üçün səmərəli olması. Biz bilirik ki, 20-ci əsrin əvvəlində dünya maliyyə mərkəzi London şəhəri idi, düzdürmü? Və bununla yanaşı kapital ixracına görə dünya tarixində birinci yer ABŞ mövzusunda vurğuladıq. Nə dedik? 20-ci əsrin ortalarına qədər ingilislərdə olub. Bu üç xüsusiyyət, kapital ixracında üstünlük, bank əməliyyatlarında üstünlük, dənizlərdə üstünlük. Bu üç əsas səbəb İngiltərənin 20-ci illərdə iqtisadiyyatın inkişafına əsas səbəb verən, belə deyək, komponentlərdir. Davam. Gətirək 1929-31-ci il. Yenə Leyboristlər taxta çıxırlar. Taxta deyirik, yəni hökumət rəhbərlik eləməyə başlayırlar, seçkilərdə qalib gəlirlər. Bu tarixdə ikinci Leyborist hökumətdir. Bundan da əvvəl neçənci ildə hakimiyyətdə olmuşlar. Cəmi 1924-də birinci hökumətləri idi. O da heç bir ildə çəkməmişdi. Amma bu dəfə 2 il hakimiyyətdə ola biliblər. İkinci Leyborist 2 il. Baxın, məntiqi yadda saxlayaq. İkinci Leyborist hökuməti 2 il hakimiyyətdə qalıb. 1929-31. Baxaq, işçiyə qarşı mübarizə apardılar daxili siyasətdə. İşçisi olan rayonlarda nə etdilər? Köçürmə siyasəti apardılar. Sosial sığorta sisteminin tətbiqini nəzərdə tutdular. Beləliklə, ikinci Leyborist hökuməti islahatlar aparacaq, əhalinin vəziyyətini düzəldəcək, ancaq radikal addımlar atmaqdan çəkinəcək. Radikal addım nədir? Hər hansısa bir qanun, belə deyək də, suyunu çıxartmaqda, yəni həddindən artıq üstünə getmək, ifrat dərəcəyə çatdırmaq.
Çünki əgər ki Leyboristlər həddindən artıq radikal siyasət yersə, digər partiyalar, mühafizəkarlar, liberallar bunları dəstəkləməyəcək axı və bu da gələcəkdə Leyboristlərin hakimiyyətinin zəifləməsinə səbəb olar. Davam. Böyük böhran illəri ilə kimlərin vaxtına düşəcək? Həmən bu ikinci Leyborist hökumətinin dövrünə. Böyük böhran illəri neçənci illəri idi? 1929-33. İlk dəfə ABŞ-da başlayıb, sonra Avropa ölkələrinə yayılmışdı. Baxaq, böyük böhrandan çıxmaqdan ötəri ikinci Leyborist hökuməti nə edəcək? 1. İctimai iş yerləri açılır. Eyni ilə fikir verin, nəyə bənzədir? Yeni xətt siyasətində Franklin Roosevelt'in gördüyü iş. İctimai iş yerləri açmışdı o da. Bununla yanaşı onlar əmək qabiliyyətli olan əhalinin bir qismini böhran rayonlarından köçürdü. Yəni vəziyyət pis olan yerdən əhalini köçürür başqa vəziyyəti yaxşı olan bir şəhərə. Məsəl üçün Wales şəhərində iqtisadiyyat çökübdə, orada iqtisadiyyat inkişaf eləmir. Oranı düzəltməkdən ötəri bir xeyli vaxt lazımdır. Bəs orada yaşayan əhali azından ölür axı. Orada yaşayan əhalini Londona məsəl üçün köçürür. Londonda iş yerləri çoxdur, qalmağa da yer var. Əhalini ora köçürməklə Londona həm əhalini müdafiə eləmiş olur, həm də ki nə edir? Belə deyək də çöküşün qarşısını almış olur. Və bununla yanaşı bu oldu bizim Leyboristlərin daxili siyasəti, böyük böhrandan çıxmaqdan ötəri deməli ictimai iş yerləri, bir də əhalini nə etdilər? Böhranlı rayonlardan köçürdülər. Gəldik xarici siyasətə. Xarici siyasətdə əsas məsələ müstəmləkələr və dominionlarla münasibət dayanır. Bununla yanaşı bir də SSR ilə münasibətlər. SSR ilə münasibətləri əvvəlcə bir yada salaq. Bu hansı hökumət bərpa edib? 1924-29-da olan Mühafizəkarlar Partiyası ki var. Həmin o Mühafizəkarlar Partiyası SSR ilə diplomatik əlaqələr yaratmışdı ilk dəfə İngiltərə tarixində. İkinci Leyborist hökumətdə SSR ilə diplomatik əlaqələri davam elətdirsə də bir növ çəkingən siyasət yerirlər. Çünki SSR-i belə deyək də, SSR-ni hələ də bir dövlət kimi tanımaq Leyboristlər üçün çətin olur. Soyuqluq var, yəni bu münasibətlərdə ən əsas məsələ. Beləliklə, ikinci Leyborist hökuməti 1931-ə qədər hakimiyyətdə qaldı. Lakin onlar nə tam şəkildə daxili siyasəti, nə də xarici siyasətdəki problemləri həll edə bilmədilər. Xalqın narazılığı artdı. Böyük böhran da bir tərəfdən təsir göstərdi. Böyük böhran nəticələrini də aradan qaldıra bilmədilər. Elə buna görə də 1931-ci ildə belə deyək, bu istefaya getdi ikinci Leyborist hökuməti. Gələk. Hakimiyyətə görün indi kimlər gəlir. Hakimiyyətə bu dəfə mühafizəkarlarla liberalların birlikdə qurduğu koalisiyalı hökumət gəlir. Koalisiya nədir? Müəyyən bir məqsədə çatmaqdan ötəri bir neçə dövlətin və yaxud bir neçə təşkilatın birləşməsi. Bu partiyalara da şamil olunur. İki partiyamız, liberallarla mühafizəkarlar birləşirlər 1931-də və koalisiyalı hökumət yaradırlar. Müttəfiq hökumət. Və hökumətin adını qoyurlar nə? Milli hökumət. Adını da qoyurlar milli hökumət. Görək bu milli hökumət nə edəcək? 1931-1935 illəri tam yazaq. Görək bu milli hökumətin işi nə olacaq? Milli hökumət bu böyük böhrandan çıxmağa əsas qarşısına məqsəd qoyur və bunun üçün 1. İşsizlərə olan maliyyə yardımını azaldır. İşsizlərə maliyyə yardımı azaldıldı. 2. Yerli sənayeni qorumaqdan ötəri xaricdən gələn məhsulların üzərinə gömrük rüsumu qoydu. İndi sual verilir. Ay müəllim, işçilərə maliyyənin yardımını azaldırsa bu nətər bəs böhranın qarşısını alır? Böhranın qarşısını almaqdan ötəri pula qənaət eləmək lazımdır. Dövlət öz xəzinəsinə qənaət eləməlidir və ümumi hamıya şamil olunan köməklər göstərməlidir. Sırf işçilərə nəyə görə pul yardımı göstərsin? İşçilərə deyir ki, ictimai iş yerləri açmışıq da onsuz biz bundan qabaqki dövrdədir. Get işlə. Nəyə görə sən işçisən deyə mən sənə pul verməliyəm? Get işlə pulunu qazan. Və onlara verdikləri həmən pulu xəzinəyə qazandırırlar. Xəzinə güclənir. Xəzinə güclənəndə təbii ki, dövlətin iqtisadiyyatda nə edir? Güclənir. Bununla yanaşı xaricdən gələn məhsullara olan gömrük rüsumunu artırırlar və beləliklə daxili iqtisadiyyatı nə edirlər? Tənzimləyirlər, daxili iqtisadiyyatı himayə edirlər. Bu kimi siyasətlərlə birlikdə 33-cü ildə nəhayət böyük böhran başa çatır və milli hökumətin apardığı bir 2 saat nəticəsində böyük böhrandan İngiltərə çıxmağı bacarır. Beləliklə mövzunu yekunlaşdırdıq. Burada ancaq mövzunun sonunda sizdə bir nəfər iqtisadçı, alim veriblər, John Keynes. O nə deyir? John Keynes deyir ki, ABŞ-ın demokratları kimi bizim hökumətlər dövlət iqtisadiyyatını tənzimləməlidirlər. Dövlət iqtisadiyyatını tənzimləməsi yaxşı bir funksiyadır. Ancaq onun bu fikrini o dövr İngilis hökumətində heç kəs qəbul eləmir. Ancaq Keynes bilirsiniz nə deyir? Keynes deyir ki, bu böyük böhran ona görə yaranmayıb, həddindən artıq məhsul istehsal olunub.
Ona görə yaranıbdı ki, tələb azalıbdı. Bu sənaye müəssisələri ağılsızlıq ediblər. Görürlər ki, tələb azalır, ancaq hələ də çoxlu şey istehsal edirlər. Nə zaman iqtisadiyyat qorunar? Tələblə tələbat qorunan vaxtı. İstehsal olunan şeylə tələb arasında uyğunluq olmalıdır. İkisindən biri arasında uyğunluq pozulanda iqtisadiyyat çökür, böhran yaşanır. John Case burada möhtəşəm bir nöqtəyə dayanır, vurğulayır ki, sənaye müəssisələri ona görə iflasa uğramır ki, həddindən artıq məhsul istehsal edirlər. Tələbin azalıbdır, əhalinin tələbi azalıbdır, ona onlar diqqət yetirməli idilər. Digər bir tərəfdən indi deyir ki, insanları vəziyyətdən qurtarmaqdan ötəri nə etməlisiniz? Bu insanları magistral yolların çəkilməsinə, nə bilim, ictimai əhəmiyyətli binaların tikintisinə cəlb eləyin. Əgər onları siz ora cəlb eləsəniz, onları orada işlətsəniz, onlara maliyyə yardım eləsəniz, nə olacaq? O zaman ölkə iqtisadiyyatı yüksələcək və bu işi həyata keçirməkdən ötəri dövlət mütləq şəkildə öz büdcəsindən pul xərcləməlidir. Yəni John Case bir növ nə edir? John Case'in adını eşidən kimi ağlınıza nə gəlməlidir? Dövlətin iqtisadiyyatı tənzimləmə prosesi. O bunun tərəfdarı olub, lakin İngiltərə hökumətləri içərisində heç biri bunu qəbullanmaq istəməmişdir. Və salam, beləliklə İngiltərə mövzusunda biz yekunlaşdırdıq. Ümid edirəm sizin üçün açıq və aydın şəkildə izah elədim. Gələn dərs izahatlarında görüşənə qədər sağ olun, salamat qalın.